Salam, hər vaxtınız xeyir. Bu dərslikdə ilkin mən qrafikdə olan şeylərlə sizə danışa bilmək istəyirəm və ilkin öyrənəcəyiniz texniki analizlə bağlı ilk dərslik saya bilərik. Bu dərslikdə sadə, primitiv şeylərdən başlayacağam. Yəni playlistində adında qeyd elədiyim kimi sıfırdan trade dərslərdir bu. Sadə şeylər bilən adamlar da var, izləyicilər də var. İstəməyən baxmaya bilər. Mənim bu dərsliyi yaratmağımda səbəbim sıfır məlumatı olan adamlara ən sadə şeylərdən ən mürəkkəb şeylərə kimi izah eləməkdir. Yəni mən burada swingdən danışanda swing nə deyir, keçkidən başqa söhbət danışsa söhbəti olmasın. Çünki swingin nə olduğunu bilməyən adamlar da var. Ona görə də mən tradein ən sıfır nöqtəsindən trend nədir, dəstək direnç nədir, şamın bağlanışı, şamın açılışı və s. bu kimi məlumatları verməyə məcburiyyətindəyəm. Çünki öyrənmək istəyən adam sıfırdan öyrənməyə gəlib və bu kimi şeylərin hamısı haqqında məlumat verməliyəm. İlk növbədə başlamaq istəyirəm. Şam nədir? Şam keçən dərsdə də izah elədiyim kimi hər zaman diliminə görə, yəni time frame-ə görə qrafikdə gördüyümüz bu çubuqlardır, şamlardır. Bu hal-hazırda 1 saatlıq qrafik olduğuna görə şamlar 1 saatı əhatə edir. 30 dəqiqəlik qrafikdə şamlar 30 dəqiqəni əhatə edir. Hal-hazırda baxaq, 30 dəqiqəyə baxaq. Şam deməli bu gördüyünüz şamdır. Bunun üstündə olan fitil və yaxud iynə deyə bilərsiniz. İynə də deyilir, fitil də deyilir. Bunu şam adlandırdığına görə ucunda olanı və altında olan şeylərə fitil deyilir. İynə də deyə bilərsiniz. Dediyim kimi şamların açılış və bağlanışı nəyə əsasən təyin edilir? Əgər yüksələn şamdırsa, yüksələn şamın açılışı altında olur. Yəni bu hissə açılan hissədir və bağlanışı üstündə olur. Əgər yüksələn şamdan sonraki gələn şam düşüş şamdırsa, onda əksinə olur. Yəni düşən şamda açılış üstdə, qapanış altda olur. Yəni ki, aydın oldu. Yüksələn şamın açılışı altdan, qapanışı üstdən, düşən şamın qapanışı altdan, açılışı üstdən olur. Yəni tam tərsi. Bu iynələr nəyə görə bu şəkildə görsənir? Misal üçün, şamlar ümumiyyətlə necə açılır? Deyək ki, bu şam, görün, brush var burada. Bu şam açılıb harda? Burada. Çünki bundan öncəki şam düşüş şamıdır. Burada bağlanıb. Bu niyə belə çəkir bilmirəm. Çox pis. Bu buradan açılıb. Bu buradan açılandan sonra o dəqiqə qalxmayıb. Gördüyünüz kimi burada fitil var. Fitil nə deməkdir? Yəni bu burada açılandan sonra bəlkə qalxıb bura, sonra düşüb aşağı və yaxud açılan kimi bəlkə də düşüb bura. Yəni buradan açılıb düşüb bura. Çox əziyyət çəkirəm mən. Bu nədir? İstəmirəm belə olsun. Bu necədir? Belə də. Hətta bunu düzəltiş eləyim. Yeni keşiflər. Çox uzandı bu video. Həmin hissədən deməli hərəkət eləyib böyük ehtimal aşağı, iynəsini buraxıb, ondan sonra isə qalxıb, gedib yuxarı, hətta bura kimi gəlib, sonra necəsə olub düşüb bura və qapanışıb, yəni 30 dəqiqənin tamamı bura denk gəlib ki, burada bağlayıb. Və burada bağlandığına görə bundan növbəti şamda açılışı burada olub. Əgər bu şam düşmüş olsaydı, üzü aşağı gedəcəyinə görə bu şamın, yəni red şamın, düşüş şamın açılışı üst olacaqdı. Amma bu yüksələn şam olduğuna görə bunun açılışı altına düşür. Ona görə yüksələn şamın açılışı altda, bağlanışı yuxarıda, düşüş şamının isə açılışı yuxarıda, bağlanışı aşağıda olur. İynələr də dediyim kimi həmin 30 dəqiqə aralığında qiymət hərəkət elədiyinə görə bu iynə buraxır. Və burada misal üçün bu şam bağlanılıb, bu yüksələn şam davam edib qalxmağa, demək olar ki, iynə buraxmayıb. Çox toçka böyle bir şey var, onu saymaya da bilərik. Bu buradan yüksəlib, yəni açılan kimi qalxıb bura, bu hissədə yəni ki, güc çatmayıb, düşüş eləyib və 30 dəqiqənin tamamında burada bağlayıb. Növbəti şamda bunu yüksəlməyə çalışıb, amma gücü çatmayıb, yenidən düşüb, hətta bura kimi düşüb, sonra 30 dəqiqə civarında bunlar hərəkət eləyib, yəni bura düşüb, sonra qalxıb və yekunda burada bağlayıb özünü. Şamlar, iynələr budur. Bundan əlavə trend nə deməkdir? Trend xətti necə çəkilir? Dəstək direnç səviyyələri necə təyin edilir? O haqqda məlumat vermək istəyirəm. Yəni mən qısa məlumat verəcəm. Bir videoda çox şey istəmirəm yükləmək. Amma swing qaldı. Swing nə deməkdir? Bayaq dediyim kimi bu fitillər high swing və low swing deyilərək iki yerə ayrılır. Misal üçün
High swing, high ümumiyyətlə yüksəklik deməkdir. Yüksək deməkdir. High swing bu deməkdir ki, bir swing vəbşi ümumiyyətlə özü nədir? Bu şam misal üçün iynəsi swing sayılır. Nəyə görə bu swing sayılır? Swingləri təyin edirik biz özündən soldakı, öncəki və özündən sonraki şamların iynəsindən yuxarıdadırsa, həmin şam yüksək swing sayılır. Yəni high swing sayılır. Bu yüksəkdə olduğuna görə high swing sayılır. Həmçinin aşağıda olanda, misal üçün bu və yaxud da ki bu və yaxud da bu sayılır low swing. Swing misal üçün budur. Bu swing sayılır. Bu swing sayılır. Low swing. Amma bu swing sayılmır. Çünki bunun solundakı şam həmin fitildən aşağıdadır. Əgər bu yuxarıda olmuş olsaydı, bu da swing sayılacaqdı. Yəni bu swingdir, bu swingdir, bu swingdir. Bunu da qeyd edeyim. Bunlar low swingdir. Bu isə high swingdir. Yəni bunun solunda, sağında özündən yuxarı şam olmadığına görə, fitil olmadığına görə buna da high swing deyilir. Bundan əlavə bu da həmçinin high swingdir. Bu da həmçinin high swingdir. Həmçinin bu da high swingdir. Yəni high swinglər dediyim kimi solunda və sağında iynəsi öz üstündə olmayanda bu yüksək swing sayılır. Aşağıda da olanda özündən solunda və sağındakı şamın fitili bundan aşağıda olmayanda bu da low swing sayılır. Swinglər nəyə lazımdır? Trend xəttlərinin çəkilməsi üçün, ümumiyyətlə likvidlik alımları üçün nəzərdə tutulan bölgələr hesab edilə bilər. Bəzən gövdələrdən də saya bilərik, amma iynələrdən də sayılır. Ümumiyyətlə termin olaraq, yəni swing hardasa eşitsəz, görsəz, swing bu deməkdir. Yəni iynənin soluna və sağından daha yüksəkdə olan hissəsi. Bundan əlavə olaraq mən trend xətti mən göstərmişdim TradingView alətlər panelində. Bu burada olan yerləşən, bu ilə trend line-dan çəkə bilərsiniz. Ümumiyyətlə günə başladınız, qrafikinizin analizini bu şəkildə eləyin. Gəlin 4 saatlığa. Baxın 4 saatlıq trendə. Artıq bu zonaya baxmırıq, çünki bu zona keçib. Yəni buradakı yüksələn trend qırılıb, düşüb aşağı. Biz artıq yeni trendə baxırıq. Yeni trend nədir? Düşən trend. Qızıl düşməyə davam eləyib. Misal üçün belə çəkirik bunu, ya belə, ya belə. Atdıq. İstədiyiniz kimi iynədən iynəyə çəkə bilərsiniz və yaxud gövdədən gövdəyə çəkə bilərsiniz. Bu çox riskli düşüb deyə burada biraz trendi tam çəkmək olmur və ümumiyyətlə trendi görə bilməyəndə line charta keçin. Burada baxa bilərsiniz dəstək dirənç səviyyələrinə və trendə. Misal üçün bu şəkildə çəkirsiniz. Baxırsınız qrafikdə, görürsünüz ki o deyil. Onda deməli elə belə çəkmək lazımdır. 4 saatlıqda mən nə çəkirəm? 4 saatlıqda trend çəkmək vaxtıdır. Keçirsiniz 30 dəqiqəliyə zada. Baxın misal üçün buradan atdınız bu şəkildə. Hal-hazırda 30 dəqiqəlikdə yüksələn trendlədir. Həmçinin 1 saatlıqda da yüksələn trendlədir. 4 saatlıqda da yüksələn trendlədir. Prosta bu cür çəkmək neudobun olduğuna görə 15 dəqiqəlikdə, 30 dəqiqəlikdə, 5 dəqiqəlik çəkə bilərsiniz. Bundan əlavə burada da düşüş trendi var. Bu formada. Hətta belə də çəkmək olar. Bu da düşüş trendi. Trendlərinizi çəkin. Bu düşüş trendinin qırılması, bunun deməli yüksələn trendin bunun üstündə bağlanması, test edilməsindən sonra təyin olunur. Hal-hazırda elə konkret demək olmaz ki, trend dəyişib. Çünki bir confirmation yoxdur, təsdiq yoxdur ki, trendin dəyişməsi ilə bağlı biz qərar verək. Bu confirmation nədir və s. təsdiq, ümumiyyətlə trendlərin kəşfməsi, trendlərin çönməsi, dönməsi, bu haqda da ətraflı məlumatlar verəcəm. Hal-hazırda sadəcə basit olaraq trend xətti nə deməkdir, trend xətti necə çəkilir, bu barədə məlumat verirəm. Üstdən də çəkə bilərsiniz, amma bunun ehtiyacı yoxdur. Adətən müəyyən paternlər var ki, onları çəkmək üçün, onları görmək üçün bəzən eləyə bilərsiniz, məsəl üçün belə bir şey, amma burada heç nə yoxdur. Bunu belə də eləmək olar. Burada misal üçün görürük ki, 3 bucaq yaranır, 3 bucaqdan sonra nə olacaq və s. Bu növbəti dərslərimizdə izah eləyəcəm. İlkin hal-hazırda mən deməli trend xəttindən danışmaq istəyirəm ki, bu şəkildə çəkilir və yaxud da 5 dəqiqəlikdə baxsaq, əgər bu zonada olanda siz bunu bu formada da düşüş kimi görə bilərsiniz. Bu şəkildə, yəni trend xətti belə çəkilir. Ümumiyyətlə bayaq dediyim kimi analizlərimizdə nə oldu buna? Analizlərimizdə
4 saatlıqda baxın. Dəstək səviyyələrini ilk növbədə seçin. Ondan sonra trend xəttlərinizi çəkin. Dəstək səviyyəsi, direnç səviyyəsi nədir? Dəstəyi, direnci mən artıq şamların gövdələri ilə görürəm. Gövdə nə deməkdir bu arada? Şamın bayaq dediyim kimi iynəsi var, yəni bu hissə və gövdəsi bu hissəsidir. Yəni bura şamın gövdəsidir. Bu hissə şamın gövdəsidir. Gövdələr bunlardır, iynələr bunlar. Gövdələr daha əsaslı hissə sayılır iynələrdən. Çünki iynələr gücsüz olduğu bölgə sayılır. Güclü bölgə gövdənin içi və açılış qapanış hissələridir. Yəni ki, dibi üstüdür. Deməli 4 saatlığa gəlirsiniz ilk növbədə. Trend deməli dəstək direnç səviyyələri belirləyir. Bura məsəl üçün güclü dəstək bölgəsidir. İstəsəz bunu bu formada da eləyə bilərsiniz. Yəni bura məsəl üçün dəstəkdir və yaxud da ki özünüz üçün belə xətt çəkə bilərsiniz. Bunu qalınlaşdıra bilərsiniz buradan və yaxud da ki incəldə bilərsiniz. Bu məsəl üçün 4 saatlığın dəstəyidir. Bura güclü dəstək bölgəsidir. Keçirsiniz 1 saata. Baxırsınız ki doğrudan da oradır. Burada 1 saatlıqda da mən görürəm. Bir burada var. Bir misal üçün buradır. Buram da 4 saatlıqda deyirsən. Hə, bu iynəyə görədir. Burada ata bilərsiniz bir dənə. Burada bir dənə ata bilərsiniz ki, atmışam onsuz da. Və görmürsünüzsə əgər dəstək direnç səviyyələrini, keçin line charta. Misal üçün konkret görsəniz ki, bura güclü bölgədir. Bayaq ki iynələr idi. 4 saatlığın iynələri idi. Biz indi amma saatlıq şama keçsək, böyük ehtimal düşəcək təqribi buralara saatlığın gövdəsi. Bu hissələri. Ona görə burada ata bilərsiniz, burada ata bilərsiniz. Üstündə də yazın ki, bu 4 saatlığın daha doğrusu bu saatlığın dəstəyidir, bu 4 saatlığın dəstəyidir. Adətən 4 saatlığın, yəni böyük time frame-in dəstəyi direnci daha əlbəttə ki təsirli olur. Nəinki daha yüngüllərin. Bir də 30 dəqiqəliyin də dəstək direnç səviyyələrinə mütləq diqqət eləməlisiniz. Onları da özünüz üçün qeyd edeyim. Məsələn bu hissə həm blok, həm dəstək səviyyəsi sayılır. Blok nə deməkdir? Onu da növbəti dərsdə izah eləyəcəm. Bura ata bilərsiniz. Yəni bu zonalar güclü dəstək bölgələridir. Qiymət buralardan reaksiya alıb yönünə davam edir. Dəstək səviyyəsi belə ölçülür. 4 saatlıqda qeyd edirsiniz dəstək səviyyələrini, qırılma nöqtələrini və direnç səviyyələrini. Həmçinin 1 saatlıqda və 30 dəqiqəlidə də. Direnç səviyyəsi nədir? Yəni dəstək aşağıda olur, direnç isə yuxarıda. Deməli direnci yuxarıda çəkmək üçün baxırıq 4 saatlığın direnci haradır? Bura idi və ona görə də burada konsultasiya gedir bütün günü. Çünki buranı qırmağa çalışıb 4 saatlıq qırıb, amma bunu ala bilməyib, sonra düşüb, hal-hazırda burada oynayıb. Böyük ehtimal yuxarı gedəcək bu. Bizim gördüyümüz ilk növbədə dəstək buradır, ikinci növbədə buradır. Daha doğrusu elə birinci buradır. Əgər görə bilmirsinizsə, dediyim kimi line chartdan da baxıb təyin eləyə bilərsiniz. 1 saatlıq qrafikdə bu elə gəlir buralara düşür təqribi. 1 saatlığın da direnci bu hissədir. Bu ona görə bu iynə buradan qayıdıb, çünki bunu ala bilməyib, gücü çatmayıb, düşüş eləyib, gəlib buradan güc yığmağa, yenidən qalxmağa. Bu 4 saatlıqda olduğuna görə 4 saatlıq idi ora. Hə. Bu da burasıdır bunun. Üstündə yazın ki, çaşdırmayasınız və yaxud da ki, ümumiləşdirin. Gördünüz ki, qrafikdə saatlıqda bu burada şey eləyir. Bu zonanın özü opşi. Yəni bura dəstək səviyyəsi sayılır. Direnç səviyyəsi sayılır bu zona. 4 saatlıqla 1 saatlığın direnç səviyyəsi əgər bu cür aralıq olursa, deməli bu aralığın özü elə artıq direnç səviyyəsidir. Qiymət bu aralıqdan reaksiya alır. Ya aşağı və yaxud da ki, yuxarı. Direnç səviyyəsi də belə çəkilir. Görməyəndə dediyim kimi line qrafikdə baxın. Ondan əlavə trend line'dır, swinglərdir, dəstək direnç səviyyələridir. Dəstək direnç səviyyələri ilə deməli hesablanması, əməliyyata girməyə hardan lazımdır və s. Bu növbəti dərslərdə danışacağam. Prosta ilkin olaraq növbəti dərslərdə mən danışanda sizə aydın olsun deyə indi mən məlumat verirəm ki, dəstək direnç nədir? Dəstək direnç dediyim kimi dibdəki güclü bölgə və üstdəki güclü bölgədir. Buna 4 saatlıqda biz hal-hazırda bura odaqlanmışıq deyə burada çəkirəm. Ona qalsa güclü, misal üçün direnç səviyyəsi əlbəttə ki buradır. Yəni bura güclü direnç səviyyəsidir. Amma hal-hazırda qızılın yəni 300 dollar, 200 dollar qalxmayacağına görə birdən-birə biz hal-hazırda özümüz üçün buraları seçirik. Və yaxud da ki güclü ikinci direnç səviyyəsi bu zonadır. Bu şamın qırılmasıdır. 1 saatlıqda baxanda bax bura 30 dəqiqəlikdə yəni də buradır. Buradır.
ki, bunu ala bilmədiyinə görə düşüb bu səviyyədə. Yəni dirənclər bu cür ölçülür. Həmçinin dəstəklər də diblərdə ölçülür. Ümid edirəm aydın izah elədim. Çünki asan bir şeydir əslində. Çox üstündə qalmaq istəmirəm. Sadəcə məlumatınız olsun deyə bu videonu çəkdim. Trend line nədir? Dəstək dirənç nədir? Swing nədir bəydir? Bu qədər. Bundan sonraki dərslərə daha detallı, ətraflı məlumat verəcəm. Sağ olun.